Salam əziz izləyicilər. Növbəti MİQ tipli coğrafiya sualları videosunda hər birinizi xoş gördük. İlk sualımız belədir. Duzluluğu 30 promil olan 20 ton okean suyuna nə qədər duzluluğu 50 promil su əlavə edilməlidir ki, onun duzluluğu 45 promil olsun? Ümumiyyətcə bu tip duzluluq məsələlərində çətinlik çəkənlər üçün sadə bir izahını vermək istəyirəm mən bu tip sualların. Baxaq. Duzluluq məsələlərində həmişə tənasübün bir tərəfində su ilə su toplanır. Su. Digər tərəfində duz ilə duz. Duz. Yəni bunu bilmək vacibdir. İndi baxaq məsələmizin şərtinə. Su nə qədərdir? 20 ton. Üzərinə nə qədər əlavə olunmalıdır? Bunu bilmirik. Bizə bu lazımdır. İndi duzluluğa baxaq. 20 ton okean suyunda əgər 30 promildirsə duzluluğu, deməli 600 kiloqram duz var. Bunun üzərinə duzluluğu 50 promil olan nə qədər suda onu bilmirik, 50x yazırıq. Yəni birinci tərəfə suyu yazdım, 20 + x. 20 tonu bildik, amma üzərinə əlavə olunanı bilmirik. Sağ tərəfə duzları yazdıq. 20 ton suda 30 promildən nə qədər duz edir? 600 kiloqram. Üzərinə əlavə olunan suyun promilini bilirik, amma suyu bilmirik. 50 vuraq x yazırıq. Yəni tonunu bilmirik. Və alınan suyun duzluluğu olmalıdır 45 promil. Bu qədər sadə. Bu tənasübü həll edirik. Çarpaz vurmaqla. Yəni 600 + 50x bərabərdir. 20 vuraq 45. 900 + 45x-ə. Buradan da 5x bərabərdir 300. X də bərabərdir 60. Yəni 60 ton. Bu qədər sadə. Neynədik? Suları bir tərəfdə topladıq. 20 + x. Çünki 20 ton su məlumdur. Üzərinə əlavə edəcəyimiz su məlum deyil. Duzları bir tərəfdə əldə elədik. 600. Əgər 20 ton okean suyunda 30 promildən 20 vuraq 30, 600 kiloqram duz var. Üzərinə əlavə olunan suyun promilini bilirik, amma suyun özünü bilmirik. 50x. Və 1-ə də 45. Çünki bizdən tələb olunur ki, 45 promil olsun. Və sonra da sadə qaydada tənasübü əldə elədik. Bu qədər sadə. İnanıram ki, köməyim dəydi bu sualda sizlərə. Cavab C variantı. Növbəti sual. Azərbaycana daxil olan hava kütlələrini müvafiq ardıcıllıqla düzün. Gəlin düzək. Deməli, başlayaq 2-dən. Şimaldan daxil olan hava kütləsinə baxaq. Bu arktik kontinental da ola bilər, arktik dəniz də ola bilər. Əgər baxın bu istiqamətdən göstərilsəydi, yəni Şimal Buzlu okeanın donmayan dənizlərindən gəlsəydi bu olardı arktik dəniz. Amma bu tərəfdən gəlib. Yəni Şimal Buzlu okeanın donan dənizləri üzərindən, deməli bu arktik kontinentaldır. Birinci hava kütləsi mülayim dəniz, 4-cü cənub siklonları, 5-ci tropik, 3-cü isə Orta Asiya. Burada çaşqınlıq yaradan bir dənə bu ikincidir. Bu arktik kontinentaldır. Əgər buradan göstərilsəydi, olardı arktik dəniz. Növbəti sual. Qurun şərti işarələrinə aiddir. Bu çox sadə əzbərçi sualdır. Bunun qeydini götürə bilərsiniz. Qurun şərti işarələr qumluq, bataqlıq və şoranlıqdır. Y variantı. Doğru ifadələri müəyyən edin. Gəlin baxaq. Deməli, yer kürəsinin diametri 12.000 kilometrdən çoxdur. Bəli, bu düzdür. 12.756. Marsla yerin öz oxu ətrafında fırlama müddəti bir-birinə çox yaxındır. Bəli. Öz oxu ətrafında ən uzun müddətə fırlanan Merkuridir. Xeyr. Merkuri yox, bu Veneradır. 243 günə. Ən isti planet Veneradır. Düzdür. Ən soyuq planet Neptun yox, Urandır. Uran. Marsda Nizami Gəncəvi adına krater var. Xeyr, Merkuridə Nizami Gəncəvi adına krater var. Deməli, düzgünlər oldu 1, 2 və 4. Növbəti sual. Azərbaycanda dağ zirvələrinin onlarda atmosfer təzyiqinin artmasına görə. Baxın, atmosfer təzyiqinin artmasına görə deyirsə, deməli hündürlük azalmalıdır. Hündürlüyə qalxdıqca atmosfer təzyiqi azalır. Burada da deyir ki, atmosfer təzyiqinin artmasına görə. Deməli, dağların hündürlüyünün azalan istiqamətində düzməliyik. Baxırıq A variantına. Kükü dağ 3120, Qapıcıq 3904. Baxın 3120, 3904. Burada artan sıra oldu, pozuldu. B variantında Kömürköy 2493,
Böyük qız 2725. Burada da artan sıra oldu. Bu variantı da çıxardırıq. C variantı Tufan dağ 4191, Baba dağ 3629, Qız yurdu 2433. Bəli, C variantı. Gördünüz, hündürlük azala-azala getdi. Deməli təzyiq artır. Bəs D niyə ola bilməz? Tufan dağ 4191, Şahdağ 4243, yenə artdı. Kömürköy 4293, 2493, Şahdağ 4243. Yenə artdı, bu da olmadı. Deməli düzgün cavab C variantı. Təzyiqin artmasına görə deyirsə, deməli hündürlüklərin azalan sırasını seçməliyik. Uyğunluğu müəyyən edin. Günəşli saatların miqdarı az olan ərazilər, günəşli saatların miqdarının çox olduğu ərazilər. Baxaq. Deməli, günəşli saatların miqdarı az olanlar. Bu yağıntılı olan yerlərdir. Yəni Lənkəran ovalığı 1-ə A, Böyük Qafqazın cənub ətəkləri, burada yağıntı, il boyu bərabər yağıntılı mülayim isti iqlim var, AB və Talış dağlarının ətəkləri, ABF. Günəşli saatların miqdarının çox olduğu ərazilər Abşeron, Salyan və Zəngəzur dağları. Niyə? Çünki yüksək dağlıqda buludluq azaldığına görə yenidən günəşli saatların miqdarı artır. C, D, Y. Bu qədər sadə. Növbəti bir videonun sonuna gəldik. Əgər bəyəndinizsə bəyənməyi və abunə olmağı unutmayın kanala. Sağ olun, təşəkkürlər.